Salam uşaqlar, baxırıq bu günləri say bölməmizin izahına. Bir dəqiqə. The numeral say deməkdir ingilis dilində. Sayılar mənalarına görə üç yerinə bölünür. Bizim dildəki kimi cardinal numerals, yəni miqdar sayıları how many sualına cavab verir. How many neçə, nə qədər deməkdir. Məsələn, 2, 2, 6, 6, 10, 10, 60, 60, 15, 15 bu şəkildə gedir. Neçə sualına cavab verir. Miqdar sayından sonra gələn isim mütləq cəmlənməlidir. Biz bunu isim bölməsində öyrəndik ki, birdən böyük rəqəm gələrsə ismin qarşısında o isim cəmlənməlidir. Məsələn, one neçə deməkdir? 1. Biz demişdik ki, en article da 1-ə bərabərdir. E-book və yaxud one book bir kitab anlamına gəlir. Birdən böyük isim qoyaramsa ondan sonra ismini nə etməliyəm? Cəmləməliyəm. Four books 4 kitab. Artıq burada görürük ki, 4-dən sonra gələn ismin sonuna nə artırıb? S şəkilçisi artırıb cəmləyiblər. Sonra 100, thousand, million sayıları deyir ya qabağında one ya da e artıqlı ilə işlənməlidir. Nəyə görə e? Çünki dedik 1-ə bərabərdir, bir-birinə bərabərdir. 100 də deyə bilərəm, 100 də deyə bilərəm. Hər ikisi 100 deməkdir. 1000 da deyə bilərəm, 1000 da deyə bilərəm. Million deyə bilərəm, 1 million. Bütün formalar doğrudur, amma qarşısını boş qoya bilmərəm. Əgər 1 milyondan söhbət edirəmsə, 1 mindən söhbət edirəmsə, mütləq qarşısında ya e artıqlı olmalıdır, ya da ən artıq van rəqəmi olmalıdır daha doğrusu. Amma bu sayılardan əvvəl miqdar sayıları gələrsə, yəni birdən böyük, məsələn 2, 3, 5 gələrsə, bu zaman özləri cəmlənmə baş vermir. Yəni normal isimlər kimi cəmlənmir. Yuxarıda dedik ki, birdən böyük rəqəm gələndə isimlərin qarşısında isimlər cəmlənir. Amma bu rəqəmlərdə, sayılarda isə fərqlidir. Özlərindən əvvəl birdən böyük rəqəm gəlsə, belə cəmlənmə baş vermir. 300, 300 deməkdir. 100 deməli 100 nəzərdə tuturuq, 300, 300 və yaxud 400, 400. Amma görürsünüz, bura sonuna s əlavə eləmirik. Yəni cəmlənmə baş vermir. 5 million nə deməkdir? 5 milyon. Biz artıq bunun sonuna s qoysaq, qaydanı pozmuş olduq. Yəni isimlər kimi deyil bu rəqəmlər. Sonra bu sayılar isə isimləşərək deyir, cəm şəkilçisi və of sözünü qəbul edir. İsimləşmədə nədir? Thousands of stars. Minlərlə ulduzlar artıq burada isimləşibdir və sonunda s qəbul eləyibdir. Yəni s bilir ki, ismin şəkilçisidir. Qarşısında isə müəyyən rəqəm yoxdur gördüyümüz kimi. Əgər qarşısında rəqəm varsa, burada cəmləmə baş verməyəcək. Dəqiq saydan söhbət gedirsə. Say dəqiq deyilsə, minlərlə deyirəm, milyonlarla, yüzlərlə. Burada dəqiq neçə yüz, neçə milyon olduğundan bəhs olunmur. O zaman cəmləmə baş verəcək. Bizim dildəki kimi biz deyirik minlərlə, lər şəkilçisi artırıb cəmlədik. İngilis dilində də cəm şəkilçimiz s-dir. Thousands of stars, minlərlə ulduzlar. Hundreds, görürsünüz, yüzlərlə və yaxud millions, milyonlarla. S artıraraq nə edirik? Cəmləyib isimləşdiririk, amma qarşısına artıq nə e artıqlı qoya bilmərik, nə van qoya bilmərik, nə də hər hansısa bir rəqəm qoya bilmərik. Müəyyən dəqiq say bildiririksə, heç vaxt S şəkilçisi qəbul etmir. Sonra baxaq sıra sayılarımıza. Sıra sayılarımız the ordinal numerals ingilis dilində adlanır. Which sualına cavab verir. Sıra sayılarını əmələ gətirmək üçün müvafiq miqdar sayına th şəkilçisi əlavə edirik. Bizim dildə qarşılığı sıra sayımızın şəkilçisi c şəkilçisidir. Və deməli, İngilis dilində biz öyrənmişdik ki, isimləri cəmləyəndə s artırır, amma kökdən dəyişib cəmlənən isimlər var. Sıra sayında da normalda sayıların sonuna th əlavə edirik, amma istisna olaraq birinci, ikinci, üçüncü dəyişib başqa söz olur sıra sayına düşərkən. Yəni, one bir deməkdir. Mən bunu cəmləyərkən sonuna th əlavə edə bilmərəm. Bu dəyişir, başqa söz olur. Yəni, kökdən dəyişir, belə deyək. Olur the first, birinci. Two 2 deməkdir, the second ikinci. Bir də fikir verirsiniz, sıra sayıların qabağına D artıqlı qoyulur. Bu artıqlı bölməsində öyrəndik ki, sıra sayıların qarşısına mütləq artıqlı qoyulmalıdır, D artıqlı. 3 3 deməkdir, the third, üçüncü. 4 4 deməkdir, the fourth, dördüncü. Artıq buradan th əlavə edirik. 5 5 deməkdir, fifth, beşinci. 6, 7, nə əlavə etdik? th. Deməli, 1, 2 və 3-də fərqli olacaq. Yerdə qalanlarda isə th şəkilçisi əlavə edirik və sıra sayımızı düzəldirik. Bir də fikir verirsiniz, qısa formalarını yazıb. Ayın tarixlərində də bu qısa formalardan istifadə edərək yazırlar. Qısa formanı yazanda nə edirik? Rəqəmi yazırıq və rəqəmin sonuna bir deməkdir. Elə
Sonuna da son iki hərfi yazırıq. First olur birinci. İki, ikinci demək istəyirəmsə, ikinci sözünün hərfən son iki hərfini yazıram. Olur ikinci. Üçüncü deyirəmsə, üç rəqəmini yazıram. Üçüncü nədir? Third. Son iki hərfini yazıram. Olur üçüncü qısa forması. Rəqəmdə yazılan forması. Yerdə qalanlara isə th əlavə edirik. Çünki sıra sayılarını düzəldərkən bu rəqəmlərin sonuna th əlavə olmuş. Burada da eyni şəkildə qeyd edeyim. Sonra dedik ki, sıra sayı nə ilə işlənir? D artıqlı ilə işlənir. Burada hərf fərqi olan sayılarımızı göstərə bilər ki, 5 və 12 rəqəmlərində bu dəyişir, f olur və th əlavə olunur. 8 rəqəmində təkcə h şəkilçisi qoyuruq, yəni h-nı nəyə görə? Çünki t-sı var. 9-da e hərfi düşür, th əlavə olunur, yəni bu şəkildə davam edir. Onluq sayılarda, yəni 20, 30, 40 bunlarda nə olur? Yəni y-la bitənlərdə y hərfi EA ilə əvəz olunur və TH əlavə olunur. Məsələn, 70 70-dir, y-la qutarır, y-da EA dəyişməsi baş verir və TH-imizi əlavə edirik. 70s olur 70-ci. Sonra baxaq kəsr sayılarımıza. Fractional numerals. Fractional numerals, kəsr sayıları. Deyir, sürət miqdar sayıda, məxrəc isə sıra sayı ilə oxunur. Məsələn, biz oxuyuruq bunu 8-də 1, düzdürmü? 8 məxrəc, sürət isə 1-dir. Bunu oxuyarkən deyirsiniz, sürəti miqdar sayı ilə oxuyuram. Yəni 1-in miqdar sayı nədir? 1. Məxrəci isə sıra sayı. H sonunda da th burada düşməyib. Th əlavə olunur, olur artıq sıra sayı. Və yaxud 8-də 3. 3 nədir? Sürət. 3 sıra sayı, adi sayla oxuyuram, yəni miqdar sayı ilə, 8 isə sıra sayı ilə oxuyuruq. Sonra, deyir ki, sürət birdən böyük olanda məxrəcə s də əlavə edirik. Görürük, sürət birdən böyükdür, yəni 3-dür. Sonra burada ümumi olaraq cədvəl şəklində sayılarımızı veribdir. 0, 1, 2, 3, 4, 5, hər halda bilirsiniz bunları. Görürsünüz, artıq 13-dən tin şəkilçisi əlavə olmuş, 19-da daxil olmaqla. Tin, t-e-n yazılır, tin oxuyur. 2-e-ni i səsini verir, uzun. Sonra digərlər onluqlara da ty şəkilçisi əlavə olunur. 20, 30, 40, 50, 60, 70, 90. Sonra içini veriblər təkdə. Yəni bu hissələri bilsəz, buranı artıq özünüz həll etmiş olursunuz. Necə? 20 20-dir, 1 1-dır. Birləşir olur 21 21. Və yaxud 50 50-dir, 7 57 nə olacaq? 57. Birləşirlər, rəqəmini yaradırlar. Yəni çətin bir şey yoxdur. O hissəni əzbərləsəz, sayılar yadınızda qalacaq. Burada qısaca deyir, hansına nə əlavə olunur? Baxarsınız, 100-dəki 100 və yaxud 100 qaydada bayaq oxuduq onu. Sonra keçək vaxtlara. Time, saat. Saatı necə istifadə edirik? Necə deyirik ingiliscəsində? Gəlin ona baxaq. Əsas hissələrdən biridir. Deməli, saatlar yarısı olduqda, işlədikdə, qaldıqda, 15 dəqiqə işlədikdə bir-birindən fərqlənir. Necə istifadə edirik? Yəni, baxaq. Half yarı deməkdir ingilis dilində. Baxaq, yarı saatlara. Məsələn, 7-nin yarısı. Deyir, saat yarısı olanda half sözündən istifadə olunur. Çünki half yarı deməkdir. Sonra isə past sözünündən istifadə edirik. It is-lə başlayırıq cümləmizi. Şəxsiz cümlədir, çünki ingiliscəsində şəxsiz cümlələr it-lə başlayır. It is, sonra dedik ki, half sözünü istifadə edirik, yarısını bildirmək üçün, 30-u, yəni yarısını bildirmək üçün halfdan istifadə edirik. Sonra past, keçib sözünü nədən yarı keçib? 6-dan. Sonra da rəqəmini yazırıq. It is half past 6, 6-dan yarı keçib deyir ingilislər, biz də deyirik 7-nin yarısıdır. Yəni ingiliscəsində hər zaman keçdiyi saatı qeyd edirlər. Biz isə sonrakı saatı, yəni tamam olmamış saatı deyirik. Deməli, necə deyirik? It is, yarı gördükdə. Half, sonra past, keçib, yarı keçib. Nədən? 6-dan. Half past 6. Və yaxud burada olsa 05:30, onda necə olacaq? It is, yenə half, yarı daxı. Half past, keçib. Nədən? 5-dən yarı keçib. Onda 6-in yerinə nə olacaq? 5. It's half past 5. 5-dən yarı keçib, yəni 6-nın yarısıdır. Və yaxud buraya yazıram, məsələn, 7:30. 8-in yarısı da onda necə olur? Nədən yarı keçib 8-in yarısıdırsa əgər? 7-dən yarı keçib, düzdürmü? Onda necə deyirik? It is half past, artıq bura nə yazıram? 7 yazıram. Yəni 7-dən yarı keçib.
8'in yarısıdır da 7'dən deməli yarı çəkib. İngilis dilində belə deyilir. Hər zaman bir rəqəm əvvələ deyirik bizim dildən fərqli olaraq. Yarı 30 rəqəmini də gördünüzsə, yarısı sözünü mütləq istifadə edirik. Yəni half sözümüzü istifadə edirik. Sonra baxaq işləmişlərə. Deyir, işləmiş vaxtı bildirəndə əvvəlcə işlənmiş dəqiqə. Burada da əvvəlcə, yəni bunun üçün bir şeydir da. Burada da əvvəlcə işləmiş dəqiqəsini göstəririk. 30 dəqiqə işləyib demirik, yarısı deyirik. İngilis dilində də half yarı sözündən deyirik. Burada işləyəndə necə deyirik? Yenə bu rəqəmi birinci deyirik. Necə ki, yuxarıda 30'u birinci dedik half olaraq. Burada da 10 rəqəmi birinci deyirik. It is, 10 nədir? 10, dəqiqə nədir? Minute. Cəmləyirik, çünki qabağında 10 dəqiqədən söhbət gedir. 10 minutes. Sonra da yenə past 10 dəqiqə keçib. Nədən? 6'dan. 10 minutes past 6. 6'dan 10 dəqiqə keçib. Yəni eynən bu şəkildədir. Burada half past deyirik, burada 10 minutes deyirik. Half past 30 dəqiqə keçib deməkdir. 10 minutes past 10 dəqiqə keçib deməkdir. Nədən keçibsə mütləq o rəqəm deyirik. Azərbaycan dilində deyirik 7-yə 10 dəqiqə işləyib, ingilisində deyirik 6'dan 10 dəqiqə keçib. Yəni onlar o şəkildə deyirlər. Mütləq bir rəqəm əvvəl nəzərdə tuturuq. Çünki burada past sözü var. Past keçib deməkdir. Nədən keçibsə onu göstərmək lazımdır. Burada olsaydı məsələn 07, 10, 8, 10 dəqiqə işləmiş olsaydı, onda burada 6'in yerində nə olacaq? 7 olacaq. Çünki 7'dən neçə dəqiqə keçib? 10 dəqiqə keçib. Deyirik 10 minutes past 7. Burada istəyir 10 olsun, istəyir 3 olsun, 5 olsun, 4 olsun. Əsas odur yarı olmasın, bir də 15 rəqəm olmasın. Bütün digər işləmiş dəqiqələrdə hamısı bu şəkildə gedir. Sadəcə onun yerinə dəyişirik. Məsələn, onun yerinə 25 də deyə bilərəm. It is 25 nədir? 25. 25 minutes past 6. 6'dan 25 dəqiqə keçib. Yəni 7 25 dəqiqə işləyib anlamına gəlir. 30'da kimi bu şəkildə gedirik. 15 istisna olmaqla. İndi 15'ə baxasıyıq. 30'da necə olur? Half past olur. Bu belə. İşləmişlərdən bu qədər. Deməli, ümumiləşdirsək. 1 dəqiqə işləmişdən 30 dəqiqə işləmişə kimi necə deyirik? Dəqiqəsini deyirik. Minutes dəqiqə sözünü yazırıq. Sonra da past deyirik. Keçib. Nədən keçibsə, hansı saatdan o qədər keçibsə artıq o saatı yazırıq sonda. İndi baxaq qalmışlara. Qalmışlarda artıq past sözünü istifadə edəmirik. Çünki past keçib deməkdir. To, a, qalmış qədər deməkdir. To sözündən istifadə edirik biz artıq qalmışlarda. Eyni formadır. Baxın, it is 10 minutes past 6. It is 10 minutes to 7. İstisna fərq nədir? Burada işləmişlərdə past deyirik, qalmışlarda to deyirik. Bir də fikir versəz, burada 6 veriblər, burada 7 veriblər. Çünki nəyə 10 dəqiqə qalıb? 7'yə qalıbdır. Burada deyir 7, 6'dan 10 dəqiqə keçib, işləmişlərdə həmişə keçən rəqəmi göstərirlər. Qalanlarda isə nə edirlər? Qalan rəqəmi, nəyə qalıbsa o rəqəmi göstərirlər. Bura baxarıq 6:50 nə deməkdir? 7-10 dəqiqə qalıb deməkdir. Deməli, yenə itizlə başlayırıq. 10 dəqiqəni yazırıq. Dəqiqəmizi mütləq bu hissəni. 10 minutes nəyə qalıb? 7-yə 10 dəqiqə qalıb. To 7. 7 7-dir. 7-yə demək istəyirəmsə qarşısına to sözünü qoyuram. 7-yə, to 7. Bu şəkildə gedir. Və yaxud tutaq ki 55 yazıldı burada 5 dəqiqə qalıb. Onda necə olacaq? Onun yerinə 5 olacaq. 5 minutes to 7. 7'yə 5 dəqiqə qalıb. Yəni burada çətin bir şey yoxdur. Əsas baxırsınız işləsə past qoyursunuz və əvvəlki rəqəm deyirsiniz. Qalsa to qoyursunuz, nəyə qalıb son deyirsiniz. Yəni bizim dildəki kimi gedir. Biz də deyirik 7-10 dəqiqə qalıb, ingilis dilində deyirlər 7-10 dəqiqə qalıb. Qalmışları bizim kimi istifadə edirlər. Hansı rəqəmə qalıbsa onu deyirik. İşləmişlər də artıq özləri fərqli olaraq yəni keçən rəqəmi göstərirlər. 15'lərdə və 45'lərdə fərqli olur. Yəni 15 dəqiqə işləyəndə və 15 dəqiqə qalanda artıq 15 rəqəmini 15 minutes olaraq qeyd etmirik. Quarter deyə sözümüzdən istifadə edirik. 15 dəqiqə işləmiş deyəndə də, qalmış deyəndə də. 6-15 nədir? 7-15 dəqiqə işləyib deməkdir. Deməli, yenə it is, sonra a quarter, 15 getdim artıq. Sonra biz nə işlədirdik? Past sözümüzü işlədirdik, işləmişlərdə. Past 6. 6'dan 15 dəqiqə keçib deyir ingilis dilində. Biz deyirik 6'ya, 7'yə 15 dəqiqə işləyib. Sadəcə olaraq yarıdan qabaq görsəz, yəni 30'dan qabaqçı rəqəmlərdə past işlədirsiniz, 30'dan sonraki rəqəmlərdə to işlədirsiniz. 30'un özündə də yenə past istifadə olunur.
It is yenə a quarter 45 nə deməkdir? 15 dəqiqə qalıb deməkdir. Deməli, yenə quarter sözümüzü istifadə edəsirik. Nəyə 15 dəqiqə qalıb? 7-yə. Yenə to 7. A-ə. Bu da 7. 7-yə 15 dəqiqə qalıb. Bu isə rahatdır. 6:00 saat 6-dır. İngiliscəsində o şəkildə deyilir. It is 6 o'clock. Saat 6-dır. Bu qədər sadə. Yəni burada nəzərdə saxlayırıq ki, deməli, işləmişlərdə işləyən neçə dəqiqə işləyibsə, onu deyirik birinci. Sonra past sözümüzü istifadə edirik. Sonra nədən o qədər keçibsə, o rəqəmimizi qoyuruq. Qalmışlarda yenə rəqəmimizi birinci deyirik, neçə dəqiqə qalıbsa. Sonra to sözünündən istifadə edirik. Sonra o rəqəm, o saatı qeyd edirik. Yəni hansı saata qalıbsa, o saatı yazırıq və saatımız düzəlir. Yarılarda half past deyirik. Tamamlarda o'clock istifadə edirik. Nə tamam olubsa o rəqəm yazıb sonra o'clock deyirik saat sözümüzü. 15 dəqiqə işləmişlərdə a quarter past, 15 dəqiqə qalanda isə a quarter to istifadə edirik. Sonra AM, PM şəklində ingilis dilində saatlar istifadə olunur. Qeyd edildi burada gecə saat deməli 12-dən sonra gündüz saat 12-yə qədər zamanı AM göstərir. Yəni bizdə məsələn 16:00 gündüz saat 4-dür, düzdürmü? Və yaxud deyirəm 15:00 gündüz saat 3. Biz artıq 3 yazanda 03:00 deyiləndə də bilirik hansı 3-ü nəzərdə tutur və yaxud 15:00 yazanda, 16:00 yazanda da bilirik ki, hansı nəzərdə tutulur. Amma ingilis dilində belə yazmır. İngilis dilində 1-dən 12-yə qədər rəqəmdən istifadə edirlər. Oradan yuxarısı yoxdur. Necə fərqləndirirlər gündüz ya gecə olduğunu? Qarşısında AM, PM yazılmaqla fərqləndirirlər. Məsələn, burada qeyd edib 6 AM. Səhər saat 6, 6 p.m. axşam saat 6. Axşam saat 6-nı biz ingilis Azərbaycan dilində nə deyirik? 18:00 qeyd edirik, düzdür? Bizə ona görə də AM, PM-ə ehtiyac qalmır. 18:00 göstərəndə artıq bilirik ki, axşam nəzərdə tutulur. Amma 6 deyəndə bilirik ki, səhər saat 6-dır. Amma ingilis dilində hər ikisini 6 yazdıqlarına görə fərqləndirirlər. AM qoyanda qarşısına səhər 6 olur, PM qoyanda axşam 6 olur. Çünki burada qeyd edir ki, gecə saat 1 işləmişdən, yəni 12-dən keçəndən gündüz saat 12 də daxil olmaqla adlanır AM siyahısı. O AM-in saatıdır. Səhər saat 6-da o aralığa düşdüyünə görə AM qoyuruq. Gündüz saat 1-ə 1 dəqiqə işləmişdən 12-dən keçəndən gecə saat 12-yə qədər isə PM deyirik. Axşam saat 6 bu aralığa düşür. Ona görə də 6-dan sonra PM qoyanda axşamı nəzərdə tuturlar. Sonra da burada bunlara aid olan sayılara aid olan lüğəti veriblər. Times vurma, divided by bölmə, plus toplama, minus çıxma, is equal bərabərdir, to qalıb, past keçib, bunlar saatlı gördünüz, half yarısı, a quarter to 15 dəqiqə qalıb, a quarter past 15 dəqiqə işləyib, a second saniyə, a minute dəqiqə, an hour saat müddəti bildirir. Burada saat növləri çoxdur, baxın. Hour müddəti bildirir. She'll work for 3 hours. O 3 saat ərzində işləyəcək. Müddət göstərdi. O'clock vaxtı bildirən saatdır. She'll work at 2 o'clock. O saat 2-də işləyəcək. Bayaq var idi saatımız. It is 6 o'clock. Saat 6-dır. It is 2 o'clock. Saat 2-dir. Bu şəkildə vaxtı bildirəndə o'clock qoyuruq. Müddəti bildirəndə amma hour qoyuruq. Watch həm izləmək mənası var, fail kimi. İsim kimi də qol saatı mənası var. A clock divar saatı. Bir var o'clock, bundan qarışdırmayasınız. Bunda o apostrof var. Burada isə a clock article'dır burada e. Divar saatı deməkdir. Məsələn, there is a clock on the wall. Divarda saat var. Burada saat mənasına ifadə edir. Sonra əlavə qeydlərimiz var. İngiliscəsində telefon nömrələri tək-tək oxunur. Bizdə tək-tək oxumur, düzdürmü? Amma ingiliscəsində necə oxuyuruq? 2, 9, 2, 3, 4, 5, 6 bu şəkildə. Yəni 2, 9, 2, 3, 4, 5, 6 bu şəkildə gedir. Sonra deyir ki, bu şəkildə olmaz. 29-a 29 deyim, 23-ə 23 bu şəkildə getmir. Yəni tək-tək oxunur. İllərimiz necə oxunur? Cüt-cüt oxunur. Məsələn, 1990. 19-u 1 deyirik, 90-ı 1. 19 nədir? 19. 90 nədir? 90. Bunları qarışdırmayın. Teen olan 20-yə qədər olan sayılarımızdır. 13-dən 20-yə kimi. 90, ty varsa artıq bunlar onluqlardır. 90 deməkdir. 19, n-nı burada vurğuluyuruq tərəf səviyyəndə. 19, 90, burada da t səsini veririz.
sonuncu. İstisnamız var. 1900 necə oxuruq? 1900. 19, orada 100 deyirik. Və yaxud 1905. O burada uşaqlar sıfır mənasını verir. 2000, 2008, 2000, 2000, 1000, 8-də and-lə bağlayırlar. And 8. Və yaxud 2015. 2000 nədir? 2000. Bayaq dedik ki, burada cəmlənmə baş vermir. Sonra and 15 nədir? 15. Bunlar da bu şəkildə oxunur. Sayılardan bu qədər. Saatların üzərində çalışın, məşq edin. Əlavə saatlar qoyun özünüz üçün. Əlavə saatlar qoysaz, onların üzərində məşq etsəz yadınızda qalacaq.